Asan Könülləri Gənclər Təşkilatı tərəfindən Mingəçevirdə təşkil olunan 1-ci yay məktəbi layihəsinin başlanış mərasimində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, 3 gün ərzində gənclər aktual mövzuları müzakirə ediblər. Məsələn, maddi bir misal deyim. Bir qrup gənclər tədqiqatından belə bir nəticəyə gəlmişdik ki, telefon kartını yerə atanda o yalnız 1000 ildən sonra torpaqla qaçışır. Və bu problemin həlli kimi onlar bir dənə maraqlı bir layihə fikirləşmişdik ki, kütləvi cəmiyyətin yığıldığı bütün yerlərdə böyük bir təbliğat kampaniyası aparmaq. Və yaxud da eyni zamanda bir qrup gənclər də ki, Asan xidmətin bildiyiniz kimi 4 regionda mərkəzləri açılacaq. İndidən orada könüllü fəaliyyət açılması, işlərin başlanması haqqında bir layihələr var. Sonra yay məktəbi haqqında hazırlanan video slayd nümayiş olundu. Mərasimə qatılan Gənclər və İdman naziri Azad Rəhimov və başqaları çıxış edərək Azərbaycanlı gənclər üçün yaradılan imkanlardan danışdılar. Gənclərin dövlət işlərinə cəlb edilməsində bu tip təşkilatların rolunun vacib olduğu vurğulandı. Bildirildi ki, hazırda 80-ə yaxın könüllü Asan xidmətdə fəaliyyət göstərir. Xatırladaq ki, Mingəçevirdə yay məktəbi avqustun 26-sından keçirilir. Məqsəd iştirakçıların könüllülük fəaliyyəti müddətində hazırladıqları layihələrin müzakirəsi, dəstəklənməsi və gələcəkdə gənclərin bacarıqlarının artırılması üzrə fəaliyyətdən ibarətdir. Elmir Həsənov, Elnarə İbrahimova, Samir Mirzəliyev, Mingəçevir.